İlk dəfə bu DNK-ya baxıram. Cavaba. Açımla. Yox, hələ ki, inanırsan, bilirəm, hövsələm dayanmayacaq deyə, üstə kağız qoymuşam. Yox, deyirəm, ilk kərədi özüm hələ istəyirəm ki, amma bura vərək qoymuşam ki, görünməsin. Hələ bir görəm, mobilin razılığını alabilirik ya yox. Gəlin belə eləyək. 3 yaşı yoxdur da icazə alın. Hüseynlə bağlı Ayşat hanı? Gəlsin Ayşat. Bağlayın həmən, mobillə bağlı zəng var. Mobillə bağlı zəng var. Mən sponsorlarımıza tez təşəkkür edin. Ayşada mikrofon. Ayşat, efirdən qabaq Hüseyn mənimlə görüşdü və fikrində qət olduğunu söylədi və hətta məndən vəkil istədi, səndən ayrılmaq üçün. İlk öncə hər kəs salamlayıram. Hüseyn bəy hansı yolda gedəcək, mən də o yolda gedəcəm. Hüseyn yanlış yoldadır. Hüseyn düzgün hərəkət eləmir. İcazə verin, qoyun bir danışsınlar Sehran bəy. Danış görüm. Yol böyüyündür. Yol böyüyündür. Yox, indi hal-hazırda yol sizindir. Burada, nə böyük, burada ailə dağılır. Bir dəqiqə. Bircə dəqiqə, icazə verin Hüseyn danışsın. Buyur Hüseyn. Bəli, Xoşgədəm xanım, mən sizlə də bayaq xahiş elədim sizinlə. Əməkdaşda bildirsiniz ki, sizinlə görüşmək istəyəm təkbətək. Bəli, fikrimdə qətiyyəm, Xoşgədəm xanım. Bu ailə, belə ailə axırımız yoxdur, mən belə görürəm ki. Çünki mən istədim ki, bir ailə görməmişəm mən, bir ailəm olsun. Amma mən vəkilini ən çox nəyə görə istədim sizdən? Uşağımın məndə qalmasına görə. Yəni Ayşatdan alınması üçün. Nəyə əsasən, hansı səbəbə? Bircə saniyə, icazə verin də Sehran bəy. Buyurun. Amma mən uşağımı heç kəsə verməyəcəm. Mən də həmçinin. Mənə ancaq o uşaqdan ölüm ayıra bilər. Mənim fikrimdə də qətiyyəm, Xoşgədəm xanım. İstəmirəm belə geçsin. Belə davam eləməyin istəmirəm. Yəni düşünürsən ki, deməli, mənim yanıma gəldi, bəli, doğrudan da güclü bir vəkil istədi. Vəkil istəməsinin səbəbi də uşağın Ayşatdan alınması. Xeyr ola. Ay Sehran bəy, nə olar? Ay Allah, mən necə eləyim axı? Mən necə xahiş Nəyə edirəm? əsasən, nəyə görə? Məndən uşaq alınmalıdır. Çünki Xoşgədəm xanım, Ayşənin çox ciddi əsəb pozğunluqları var. Xeyr, məndə əsəb pozğunluğu yoxdur, amma ilk öncə səndə var. Sənin müalicəyə həqiqətən ehtiyacın var, mənim deyil. Yox, mənim şükür Allah'a, məni tanıyan da tanıyır, bilən də bilir. Məni də bilən bilir, Mən sadəcə mənim əsəblərim pozulmasın, bir vasitə Ayşət xanım olub. Ayşə, sənin yoxlamalarını Sevinç Məmmədov apardı. Türkiyənin uzun müddət Türkiyənin ən məşhur klinikalarında çalışan doktor. Və o da eyni şeyi dedi mənə ki, Ayşadın müalicəyə ehtiyacı var. Mən içməliydim, Hüseyn içib, onun dərmanlarını da mən içə bilmərəm axı. Keçən dəfə Sevinç xanım dedi ki, tərsinə içmişsiniz dərmanları. Xeyr, tərsinə içməmişəm. Necə yəni, tərsinə? Deyim, xeyr, tərsinə. Bəli. Xeyr. Mən bilmirdim ki, Sevinç xanım dərmanları alıb verəcək, mən deyim də. Mən bilmirdim dərmanları, mən getdim cibimdə dərman aldım. Amma Sevinç xanım, mən bilmirdim Sevinç xanım dərmanları alacaq. Sevinç xanım gətirəndən sonra özüm üçün də almışam, onun üçün də almışam. O içmədi. Doktor Sevinç xanım dedi ki, beyazını yalnız sən içməlisən. Qutular doludur, siz bu dəqiqə gedin, mən götürüm gəlim oradan. Bəli, yox götürmə. Qutular var, hamısı şəkilini çəkib atacağım mən əməkdaşlarınıza, Xoşgədəm xanım. Baxsınlar, hamısı paçka dərmanlar qalıb orada. İşte sən mənim dərmanımı içmişsən. Onu mən özüm almışam, öz cibimdən almışam. Üzr istəyirəm, hamiləlik əleyhinə bir dərman deyil, deyək ki, Hüseyn onu nəyə içibdir. Hamı içə bilər. Hüseyn mənim dərmanlarımı içib. Bu dəqiqində dava. Bir dəqiqə, Ayşə. Resepti də Deyir ki, mənə Xoşgədəm xanım. Hüseynin ciddi olduğunu bilirsən, nədən bilirəm? Çünki nə vaxt ki, səndən boşanma söhbəti getdi, o ana qədər Hüseynlə bağlı
bir adam nəsə yazmırdı. Nəsə də göndərilmirdi. Çox maraqlıdır ki, Hüseyin, sən bu söhbəti deyəndən sonra bura qadınlar, qızlar, konkret bir iki nəfəri deyəcəm. Yazmağa başladı. Hələ ki, qızlar. Onlar Hələ nəyə qızlar əsasən yazmağa hansı başlayırlar, səbəbə bu bir. yazıblar? Onların ixtiyarı varmı ki, yazmağa? mən deyə Mən bilmərəm. icazə vermişəm ki, Hüseynə kimsə yazsın. Mən Baxın, onun Xoşəl qanuni xanım. halal yoldaşım, o da mənim qanuni halal yoldaşımdır. Hüseyin 100 desin ki, mən boşanıram. Mən dedim boşanıram. Bir kəlmə söz deyim. Yox, deyə bilməzsiniz. Bir O xanıma ekspertsə təyin Qanunu eləmək mən də istəyirsin. bilirəm. Bir O yaşına xanım qədər qızın uşaq xırda burada. ayrılmaq Uşaq da yoxdur. olsa, o tamamilə haqlı bir Həmin o dəqiqə. qızların Elmi. başı hansı Elmi. bəlalar Bəlkə girən özü aforizmlər bilir. yaranıbdır. Buyur. Birincisi, mən ailəm qorumaya çalışıram. İmkan verməm ki, mənim yoldaşıma qarşı kimsə çaşsın və yaxud da mənim ailəmə qarşı kimsə çaşsın. Qısqanclıq bu demək deyil ki, Buyurun demək siz istədi sevdiyinizi Seyran bəy. qısqanmırsınız. Necə? Sevdiyinizi qısqanmırsınız, çox istəmirsiniz, Yox, yaxşılığını indi sənə istəmirsiniz. qızım, bilirsən Mən bu də onu- mənə bu sualı sən vermə, amma ümumiyyətlə kişi ilə belə dava eləmək ki, sən boşanmayacaqsan nəyə? Mən onu qadına yaraşdırmıram. Əgər bir kişi ayrılmaq istəyirsə, onu belə zorla tutmaq ki, sən məndən ayrıla bilməzsən, bunu mən düzgün hesab Bizə etmirəm. Bunu gözəl, qadına dəyərli yaraşdırmam. insanlar Boşanırsa qapı açıqda çıxıb gedə bilər. Ay, xoş qədəm Bir xanım. dəqiqə. Bizə Bir gözəl, dəqiqə. dəyərli Bir analar, dəyərli bacılar, qardaşlar xeyir dua veribdi. Hüseynə zaten mənim xasiyyətim haqqında bələd idi. Ona dedilər ki, Aa, salam Hüseyin, əleykum. Ayşə kaprizlidir, qısqancdır, dözə biləcəksən. İndi döz də, dözə bilmirsən. Yo, mən bu dözürəm. bütün Sənə ömrünü... orada deyilmişdi axı. Ay xanım, Seyran bəy, nə olur? Ay xanım, bu adamın ömrünə yazılıbdır ki, bu hər gün dava ilə yaşasın ki, Xeyr, söz mən dava ilə vermişəm. yaşamaq fikrim yoxdur. Bizdə dava yoxdur, bizdə mehribançılıq yoxdur. Sadəcə olaraq Deyir ki, o Xoşəl xanım, videodan baxın, sonra açıq oldu. deyəcəm mən. Nə oldu o Bax, videodan vallahi sonra Allah oldu. sizə can sağlığı versin. Rahman müəllimə Allah can Amin. sağlığı versin. Vaxtında mənim ödənişlərim olunur. Allah min can sağlığı versin. Mən kollektivimizlə razıyam. Çox gözəl mehriban kollektivimiz var. Hər kəs özü işini ancaq işdən orada işdən başqa heç bir şey. Baxın deyir ki, ya iş ya biz. Mən bu Ayşə, üçü Əlbəttə qış girib ki, mən biz elə nə deyirəm sənə də. qutqu ala bilmişəm, nə özümə qutqu ala bilmişəm. Uşaqların yeməyindən, içməyindən, biraz dolanışımıza çatdıra bilmirik Bəli, də. nə Papalдар ala bilməmişəm sənə. Oturum sənin yanında, neyniyim? Yəqin deyir ki, TikTokda bərabər Aa, işləyək. TikTok vallahi istəmirəm, xoşlayıram. Mən huzur TikTokda istəyirəm. Mən o 65 video manat pul gələndən verirlər. sonra oldu Mən hər də şey. deyilməyən söz 10 qalmadı. noyabr Quran oldu and bu olsun. hadisə. 15 gün 14 63 manat noyabr pul ad verirlər. günüm, Bütün mən sözünü günüm deyirlər mənə. zəhərə döndü. Gözüm yaşlı qaldı. O videodan sonra Qızım, oldu. sən hər şey. Hüseynə deyirsən ki, mənə döz, mən də deyirəm ki, qısqanclığını sən də qoy kənaradır. Hüseyin, Yoldaşımdır. Qısqanıram da, sevərəm də, Evinin mamlı olubdu, bilməmişik. Qardaşlar, bacılar deyiblərmiş ki, bu qız kaprizidir. Ay qız, nə kapriz? Sənin nə haqqın var kaprizin olmağa? Ailəni qorumaq istəyən birinci kaprizi qoymalıdır qırağa. Sən heç özünü saxlaya bilmirsən, uşağı necə saxlayarsan, Niyə İraq saxlaya olsun, bilmirəm? boşansan. Ay Elnur bəy. Kaprizi qoy qırağa. Mən ailə quranda özüm, ailə qurmadan öncə özümün ayağımın üstə zavallı bir durmuşam. xanımın üstünə İşləmişəm, gedirsən, mənim də ona iş yerim inanma. oldu. Zavallı kapriz nə olmur mənim əzizim? İş yerim Hə, oldu. onun bu dəqiqə Hüseyndən başqa Amma o heç kimi tərzdə yoxdur deyil onun. də, O tərzdə deyil. Amma o videodan- Hüseyin, nigahın pozulması tələb edir. Heç bir əsas. Yox. Bir dəqiqə. Onun bu dəqiqə Hüseyndən başqa heç kimi yoxdur. Hüseyin Seyran nigah, bir dəqiqə, müəllim. xahiş edirəm. Hüseyin nigahın pozulması tələb edir. Heç bir əsas olmadan. Seyran müəllim, mən də istəyirəm bu ailə qorusun, amma Əsas odur ki, mən qız gün gərək görməmişəm, mən birini yaşamaq saxlasın. istəyirəm. Belə Mən şey balamı olmaz. ailə- Şəxsiyyətini xarakterizə edirəm. Hüseyin çox təhlükəli. Hüseynin ipini üstünə odan yığmaq olmaz. O heç bir səbəb olmadan ailəsi darmadağın Səbəb- etməyə hazırdır. Yaxşı, bəs onda Mən özüm çıxdım, dedim, gün Ayşə, görməyən adam. Maria Ayşə Magdalenadır. gözəl bir xanım. Ayşə nə istəyir ki? Ayşənin heç bir tələbi Ay, yox. Bir dəqiqə. Seyran Ayşənin müəllim, hal-hazırda gözəlliyini heç bir deməyin, tələbi xasiyyətini yoxdur. deyin, Ayşə sadəcə xasiyyətini. olaraq həyat yoldaşını Yoxsa qısqanır. yavaş Seyran Həyat müəllim. yoldaşına sübut eləsin ki, bu qısqanclığın əsası yoxdur. Seyran Bunun üçün müəllim. qardaş, Ay. sən orada oturmalı deyil. Get otur onun yanında. Əlini sal onun boynuna. Onun könlünü al. Onun kaprizləri ilə Hüseyin, kaprizləri amma qəbul qəlbi et. qırıq O mənim. sənin həyat yoldaşın, sənin tək evladının anası. Sən evladı, onu, bir dəqiqə, sən evladı necə istəyə bilərsən?
Arasını istəmişsən. Seyran müəllim, ay Seyran Sən çox müəllim. təhlükəli. Seyran Sən ipin üstünə odun yığmaq Aydındır, olmaz. Seyran bəy. Seyran dediniz, müəllim, fikir bircə kəlmə söz deyim ki, bütün gözəlliklər gözəl xasiyyətdən, gözəl davranışdan Nə başlayır. pis xasiyyəti var? Deyirsiniz ki, Ay, indi özü etiraf edir Ayşənin ki, xasiyyəti çox kapriz. qəşəng xasiyyəti var. Onun Haqqında könlünü da al. danışın. Demək ki, sən İnanın. haqlı deyilsən. Kapriz. Hərəkətlərinlə sübut elə ki, Hey, sən o haqlı deyilsən. Seyran müəllim, Sən gəlmişsən, bu videoya baxın. konuşmaq istəyirəm. Bu səbəb Aydındır, Seyran bəy. Baxın, burada nə qısqanmalı nəsə var. Mən nə təhlükəli, nə təhlükəli. Niyə olur ki, bir dənə söz deyim. Bugünkü gündə bu xanımın baskısı Hüseynin işinə də təsir edir, Xoşqədəm xanım. Çünki mən dəfələrlə gəlib görürəm bu fikirdə, beyni başqa bir yerdə. Həm də ki, bunun səhhətinə problemdir. Çünki bu adam səhərdən saat 3-ə qədər, 4-ə qədər bu soyuqda qalır çöldə. Mən bu insanı... Aydın, siz onu demişdiniz. Yenə də deyirəm. Xanım mənə gəldi dedi ki, xanım mənə keçən dəfə qulaq az. Mənə gəldi dedi ki, ya Hüseyin oradan çıxacaq, ya da ki mən imkan verməyəcəm ki, Hüseyin orada işləsin. Bu sözü mənim özümə deyib bu. Mən ailəmi dağıtmıram. Mən ailəmi qormağa çalışıram. Lazımdır, Ailəm götür. sonra Hüseyin deyil. Otur yoldaşımın yanında. Mən Ailəm, də işləmişəm. ailəm Xoşqədəm xanım, olar bircə kəlmə Mənim söz deyim. işlerimlə maraqlana bilərsiniz. Xoşqədəm xanım. Mən də öz ayağım üstə Olar bir qalmışam. kəlmə mən Yəni söz deyim. Qardaşım, qıza qulaq asın siz. Valla qızıl xırdalayır o. Hüseyində problem yoxdur. Problem Əgər yaratmaq siz istəyən Ayşənə odur. qızıl Bax o. xırdalayır deyirsinizsə, onda Taymənə Xoşqədəm xanım. var xanımın. Az yaşı var. Seyran müəllim. Elə hərəkətlər Seyran eləmir. bəy, icazə verərsiniz bir dəqiqə. Digər qonaqlarımız da fikir verir. Olar bir kəlmə söz deyim Xoşqədəm Buyurun. xanım. Ayşən, bir şeyi bil ki, sənlə Güneli, bax bir yerdə calayasız bir-birinizə çıxasız, qarşınıza 2 quzu verələr. Onları otarmağa da, üçüncünü qoşsalar, siz onu bacarmayacaqsınız. Ay, O Güneli mənada ki, siz o qədər də bacarıqlı Seyran insan bəy, icazə deyilsiniz. verin, xahiş Yəni siz ailələrinizi qoruyun, ailənizdən bərk yapışın ki, Aydın. bəlkə ikiniz bir yerdə Aydın. o uşağı böyüdə biləsiniz. Sən burada kapriz iddiasında ola bilməzsən. Yaşamaq istəmirəm. Mən reallarla yaşamaq istəyirəm. Mən həyatımı Xahiş edirəm, hər kəs bir dəqiqə- əvvəlcədən təməlini quranda biz bir ildən artıq özümüzü tam şəkildə tanıdıq. Tanıdıqdan sonra qərar verdik. Bizə gözəl, dəyərli insanlar həmrəy oldu. Bizə böyük olaraq məsləhət verdi. Bugünkü gündə böyüklərimiz kimi Allah can sağlığı versin. Dinli, imanlı insanlar var ətrafımızda. Deyirlər ki, məsələn, bizdə həyatımızda çətinliklər olubdu. Çətinliyə dözün, səbirli olun. Ay, təmkinli indi olun. bir dəqiqə Ayşad, indi Hüseyni, ay Seyran bəy, Ay siz Seyran mane mən olun. valla səbəbsiz yer. Nəyə qısqanır? Səbəbsiz yerə Bu deyil. qısqancıq- Baxın. Sevdiyim Bu səndə. Göz qalmır, Bu sev- danışanda onun qiymətini verirəm də, amma kimdir o? Allah səni- Ekspertə təyin olunsun, Ayşədi yoxlasınlar, gəl psixoloji problem. Onun nə psixoloji problemi var, ay qardaş? Sözün düzünü deyən ya dəli Ay, eləyəcəklər, Seyran ya da müəllim, indi bu xəstəxanalı bugünkü Kimi də evlat verəcəklər. dünyaya gətirib sən üçün, nə Seyran istəyirsən, ha, bəy, papaqla Seyran qoy, bəy, ha? niyə icazə vermirsiniz mən efirə aparım? Niyə mən dəfələrlə əgər bir saatın içində baxsanız 100 dəfə mən Seyran müəllimə deyirəm, xahiş edirəm bir dəqiqə. Xahiş edirəm bir dəqiqə. Baxın, qısqanma... Yo, danışın, Seyran müəllim, danışın. Danışmaya Ay, indi gəlmişəm gördünüz, də. Qısqanmağa buyurun. səbəb Mən olmalıdır. gözə bilmirəm o xanımın üstünə Səbəbsiz yerə gedirsiniz deyil, siz. hər şey Ekspertə icazə. təyin, onun nəyinə ekspertə təyin? Seyran Yanımda bəy, bir indi icazə xanım verirsiniz. görər, yanımda bir başqa bir şey o görər, nəsə bir kimsəni danışdığımız tutar, kiməsə pul xərcləyimimiz tutar. Mən indiyə qədər bir dənə xanım deyə bilməz ki, Hüseyin mənə bir man pul xərcləyib. Yo, mən düzdür, Nə də mənə xərcləməyə qoymamışam. Heç bir xanım deyə bilməz ki, mən Hüseynə bir man pul xərcləmişəm. Durursan ora.